Milli Məclisdə atasının davamçısı olan deputat Günay Ağamalının çıxışından sonra ölkədə uşaq pulu ilə bağlı müzakirələr yenidən gündəmə gəldi. Ara sıra uşaq pulu verilsin deyənlərdən fərqli olaraq xanım deputat uşaq pulu verilsə valideynlər tənbəlləşəcək deyib məsələni kökündən baltaladı. Görüşün harasıdır ki, artıq uşaqlar da deputatın qınaq yaradan fikirlərinə səssiz qala bilmir. Jurnalist Məmməd Əli Qəriblinin qızı Suel də sosial şəbəkələrdə Günay Ağamalıya müraciət edib uşaq pulunun verilməməsini dəstəkləməsini qınayıb. Salam dostlar, necəsiz? Deputat Günay Ağamalı deyib ki, uşaqlara pul verilməz. Niyə günah? Deyəsən sizin uşaqlarınız seçədir, hələ biz balacayıq. Bay bay. Aylıq 9.000-ə yaxın maaş alan, deputat olan atasından qalan var dövlətdən xərcləyib özünə gün ağlayan xanım Ağamalı 30 ildir uşaq pulu deyib ağlamalı vəziyyətdə yaşayan bir qism insanların halını anlaya bilməz. Yalnız öz rahatlığını düşünənlər anlamalıdır ki, bugün bir nəfərin minimum əmək haqqı ilə ailə dolandırmaq olmur axı. Xalqın seçdiyi deputatlar xalqı düşünməlidir. Bu cümlə biraz düşündürücü oldu deyəsən.